Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi artıq yekunlaşıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə 5 ixtisas qrupu üzrə 87.150-yə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib. 61.500-dən çox plan yeri ayrılıbdır. 3 nəfər beynəlxalq fənn olimpiyadasının qalibi, onlar müsabiqədən kənar qəbul olublar. 104 nəfər Respublika fənn olimpiyadasının qalibi də onlar da tələbə adını qazanıblar. Həmçinin beynəlxalq proqramlar var, IB proqramı. 68 nəfər müraciət eləmişdi. Onlar artıq ali təhsil müəssisələrinə qəbul olublar. SAT imtahanının nəticəsi ilə və yaxud ADA məktəbinin məzunu kimi ali təhsil müəssisələrinə qəbul olanların sayı da kifayət qədərdir. 520 nəfər artıq tələbə adını qazanıbdır. Həmçinin idman istiqaməti üzrə beynəlxalq yarışların qalibləri 100-ə yaxında 98 nəfər onlar müsabiqədən kənar qəbul olublar. Mütəxəssislər deyir ki, bu ildən ənənəvi olaraq informasiya texnologiyaları, hüquq, tibb sahələri üzrə ixtisas seçimi populyarlığını qoruyub. Ən nəzərə çarpacaq bal artımının 4-cü ixtisas qrupunda tibb təhsili üzrə biotexnologiya istiqamətində formalaşacağı gözlənilir. İkinci ixtisas qrupunda yüksək ballı yerlərin balları aşağı düşəcək. Üçüncü ixtisas qrupunda hüququn istiqamətləri demək olar ki, aşağı bal həddində formalaşacaq. Təxminən bir 15 bal, 20 bal kimi düşmə olacaq və üçüncü ixtisas qrupunda ən ciddi bal artımı aşağı ballı kateqoriyaya daxil ixtisaslar var ki, orada təxminən bir 15 bal, 20 bal kimi artımı biz müşahidə edəcəyik. Ən gözəl fürsət birinci ixtisas qrupunda həm riyaziyyat kimya alt qrupu üzrə demək olar ki, əlverişli bir fürsət yaranmışdı. Abituriyentlər üçün ikinci ixtisas qrupu üzrə demək olar ki, bütün abituriyentlər müsabiqə vəziyyətin ödəyibsə ali təhsil müəssisələrinə qəbul ola biləcəklər. Ekspertin sözlərinə görə ikinci ixtisas qrupunda subbakalavrlar üçün rəqabət daha da sərtləşib. Bu səbəbdən yalnız yüksək nəticə göstərən subbakalavrların ali məktəbə qəbul olmaq şansı yüksəkdir. Elmira Seyfəddin qızı, Ramiq Abbasov, İTV Xəbər.